Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi. Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq e-polis mobil tətbiqində. Bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıkları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab alacaqlar. Bununla da Daxili İşlər Nazirliyi tərəfindən elektron xidmətlər sahəsində əsası qoyulan yeni dövrün üstünlüklərinin birlikdə şahidi olacağıq. Yeni chatbot funksionallığı ilkin olaraq sınaq məqsədi ilə e-polis platformasında və e-xidmət Miaqovaz elektron xidmətlər portalında istifadəyə verilir. Yəni, vətəndaşlar müxtəlif xidmətlər haqda tez-tez ünvanlanan suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar chatbotun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır. Sınaq dövründə əldə olunan nəticələr chatbotun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyaclardan asılı olaraq xidmətin yönləndirilməsi funksiyasının inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək. E-polis daim təkmilləşən və müasir tələblərə cavab verən xidmətlərimizdən faydalanmağa tələsin.